Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kethiran tayyiban mubarakan fih. Allahumma subhanaka la ilme lana illa ma allamtana. İnneke entel alimul hakim. Allahumma salli ve sellim ve barik. Ala abdika ve rasulike Muhammed. Ve ala alihi. Ve men ihtede bihadih. Ve stenne bi sunnetihi ila yevmiddin. Emma ba'd. Bugün inşallah Allah Təbaraka və Teala'nın Əs-Saməd ismi haqqında danışacağım. İlk olaraq lüğəti mənası. Deməli, bu sözün bir neçə lüğəti mənası var. Bu sözün bir neçə lüğəti mənası var. Məsələn, itaət olunan seyyid. Hansı ki, onsuz hər hansı bir iş keçmir. Yəni, Saməd bu mənada işlənir. Və həmçinin deyiblər ki, Saməd sözünün əsli qasadədir. Qasadə. Və həmçinin deyiblər ki, söykənmək mənasında da işlənir. Məsələn, deyəndə ki, asmədəl əmra iley. Yəni, işi ona söykətdi. Əsnədəhu. Yəni, ona isnad etdi. Yəni, burada söykətdi feili Samədə sözü ilə işlənib. Yəni, fikir verin, asmədəl əmra ileyhi. Asmədə. Yəni, əsnədəhu. Aydın oldu. Və həmçinin əs-samdu hündür yerə deyilir. Yəni, yerdən hündür olan. Aydın oldu. Yəni, buna deyirlər əs-samd. Yəni, hündür olan yerə. Və beləcə, yəni, bir neçə lüğəti mənası var və lakin hamısını zikr etmirəm. Deməli, Allahın bu ismi cəmi bir dəfə zikr olunub Quranda. O da İxlas surəsindədir. İxlas surəsində Allah Təbaraka və Teala buyurur, Qul huvallahu əhəd, Allahus saməd. Fikir verin, Allahus saməd. O ki, qaldı Allah Təbaraka və Teala'nın bu isminin mənasına, yəni deyəndə ki, yəni Allah əs-saməddir, yəni Allah haqqında bu ismin mənasına, İbn Cərir Rahiməhullah buyurur ki, elm əhli, yəni İbn Cərir Ət-Tabari Rahiməhullah buyurur ki, elm əhli Allahın Əs-Saməd isminin mənası haqqında bir neçə sözlər demişlər. Və bəzilər deyiblər ki, Əs-Saməd yeyib içməyəndir. Yəni, hansı ki, bətni yoxdur. Nə yeyir, nə də içir. Aydındır. Və necə ki, bunu Mücahid, həmçin Həsən, həmçin İkrimə Rahiməhullah deyiblər. Həmçin Əş-Şəbi Rahiməhullah buyurur ki, Əs-Saməd təam yeməyən və şərab içməyəndir. Əş-Şəbi deyir, Rahiməhullah. Və həmçə İbn Cərir Rahiməhullah buyurur ki, başqaları isə deyiblər ki, yəni bir qövm, tayfa deyiblər ki, Əs-Saməd, yəni ondan heç nə çıxmayan. Yəni Əs-Saməd ondan heç nə çıxmayandır. Və sonra İbn Cərir bu sözü deyənlərin adlarını gətirir və buyurur ki, Ekrimə deyir ki, Əs-Saməd, yəni ondan heç nə çıxmır. O nə doğub, nə də doğulub. Yəni bunu İkrimə deyir. Rahiməhullah. Və həmçinin İbn Cərir buyurur ki, başqaları isə deyiblər ki, Əs-Saməd doğub, doğulmayandır. Yəni nə doğub, nə də doğulub. Və həmçinin deyiblər ki, Əs-Saməd seyyid mənasındadır. Əs-Saməd seyyid mənasındadır. Yəni bütün xəlqin ehtiyacı onadır. Yəni hamı Allaha ehtiyaclıdır. Yəni bunu deyənlərdən biri də Əbu Vaildir, Rahiməhullah. Və həmçinin deyiblər ki, Əs-Saməd, yəni daimi qalan, fani olmayandır. Əs-Saməd, daimi qalan, fani olmayan. Və bunu deyənlər, yəni böyük tabirlərdəndir. Yəni bu cür məna deyənlər böyük tabirlərdən olur. Məsələn, Qatadə Rahiməhullah deyib ki, Əs-Saməd, yəni əd-daim. Əs-Saməd, yəni əd-daim, yəni daimi olan. Və həmçinin Əbu Cəfər Rahiməhullah deyir ki, ərəblərdə Əs-Saməd seyyid mənasındadır. Hansı ki, bütün ehtiyaclar ona qəsd edilir. Hansı ki, ondan yuxarıda heç nə yoxdur. Və həmçinin Əz-Zücəc Rahiməhullah buyurur ki, Əs-Saməd seyyiddir. Hansı ki, ehtiyaclar ona yönəlir. Seyyiddir, hansı ki, ehtiyaclar ona yönəlir. Və həmçinin Xattabi Rahiməhullah buyurur ki, Əs-Saməd seyyiddir. Hansı ki, işlərdə yalnız o qəsd olunur. Yəni, məna
budur ki, bütün məxluqatın ehtiyacları Allahadır. Aydın oldu məna. Və həmçinin Xattabi Rahiməhullah buyurur ki, Əs-Saməd sözünə çox mənalar demişlər alimlər. Lakin səhihi, Xattabi deyir Rahiməhullah, lakin səhihi yuxarıda dediyi mənanı tərcih edir. Və qeyd edir ki, bu məna ona görə səhidir ki, çünki Samədə sözün əsli qasədədir. Qasədə. Aydın oldu. Və həmçinin İmam Şenqiti Rahiməhullah, Muhammed Əmin Şenqiti Rahiməhullah buyurur ki, ərəb kəlamında mərufdur ki, yəni bilinən bir şeydir ki, Əs-Saməd Əs-Seyyidul Azim, yəni kəlməsinə itlaq olunur. Əs-Seyyidul Azim. Həmçinin Əs-Saməd möhkəm, sıx, qalın, bərk, yəni bu cür şeyə deyilir. Aydındır. Hansı ki, onun içi, daxili yoxdur. Əs-Saməddir. Aydındır. Və sonra İmam Şenqiti Rahiməhullah buyurur ki, bunu biləndən sonra bil ki, Allah seyyiddir. Hansı ki, şiddətli anlarda ehtiyaclar tək ona yönəlir. Və həmçinin o, məxluqatın sifətlərinə oxşamaqdan münəzzəhdir. Yemək, içmək və s. Bu kimi sifətlərdən Allah Təbaraka və Teala münəzzəhdir. Aydın oldu və bu qısa, yəni bu ismin mənası idi. Əs-Saməd ismini Allah Təbaraka və Teala'nın və Allah Təbaraka və Teala'dan istəyirəm ki, yəni eşidənlər üçün faydalı etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.